Qadınların normallaşdırdığı, amma əslində təhlükəli əlamətlər hansılardır? İlk növbədə uşaqlıq yolundan gələn ifrazatları vurğulamaq istəyirəm. Əgər sizdə uzun müddətli ifrazat qeyd olunursa uşaqlıq yolundan, sarımtıl rəngdə və yaxud da ki qoxulu və yaxud da ki çirkli ifrazatlarınız varsa da, kontakt qanamanız varsa da, bu hər hansı bir infeksion xəstəliklə yanaşı uşaqlıq boynu xərçəngi və yaxud da ki xərçəngönü xəstəliklərin ilk əlaməti ola bilər. Digər tərəfdən aybaşı zamanı çoxlu qanamanın olması. Aybaşı qanamaları normalda gün ərzində 3-4 paketdən artıq və yaxud da ki gür qanama dövrü 1-2 gündən artıq olmamalıdır. Əgər sizdə aybaşı dövründə gür qanamalar varsa da və aybaşı dövrünün uzanması qeyd olunursa da, bu da normal hal deyil və mütləq həkimə müraciət etmək lazımdır. Çünki qadınlarımız illərlə bu şikayətlərlə heç bir həkimə müraciət etmir və nəticədə onun altında daha ciddi patologiyalar yatır. Xüsusilə digər vurğulayacağım məqam və dönə-dönə vurğulayıram. Menopauzada olan qadınlarda qanlı ifrazatın olması və yaxud da ki qanamanın olması. Bir çox hallarda xəstələr öz yaxınları tərəfindən bunun normal hal olduğu kimi qeyd olunur ki, bu əslində çox ciddi endometriya xərçəngi, uşaqlığın bədxassəliklərinin əsas göstəricilərindən biridir. Ümumilikdə bir də xüsusi vurğulayacağım məqam xüsusilə yaşlı xanımlarda xarici cinsiyyət üzvləri nahiyəsində göynəmə, qaşınma, hər hansı bir yara və s. olma şikayətləridir ki, uzun müddətli xanımlar bunu ya utanırlar, ya müxtəlif səbəblərdən normal hal kimi düşünüb həkimə müraciət etmirlər ki, nəticədə bizə çox təəssüf ki, vulvanın xərçəngi, yəni xarici cinsiyyət üzvlərinin bədxassəli, şişi və şişönü xəstəliklərindən müraciət edirlər. Ona görə də orqanizmin verdiyi siqnallara biganə qalmayın, vaxtlı-vaxtında müayinələrinizi keçin. Sağ olun.